Və aleykum selam və rəhmətullahi və barakatuh. Namaz qılmayanın fitrə zəkatı çıxarılırmı deyə sual verilmişdir. Sualın cavabına gəldikdə, Elhamdülillahi vahdə və salatu və selamu alə mən la nebiyyə ba'də, amma ba'd. Dəyərli müsəlmanlar, fitrə zəkatının hökmünün vacib olmasına əsla şək yoxdur. Bu, səhih sənədlər ilə sübut olunmuşdur. Bunun haqqında ciddi hədislər vardır. Amma həm də bu, müsəlmana vacibdir. Yəni, müsəlman üçün fitrə zəkatı çıxartdırılır. Necə ki, İbn Ömər radiyallahu anhumanın rəvayət etdiyi hədisdə belə buyurmuşdur. Farada Resulullah sallallahu aleyhi və səlləm zakatul fitri min Ramadana alən nas sa'an min tamrin əv sa'an min şa'irin alə kulli hurrin əv abdin zəkarin əv unsa minəl muslimin. Ravahu el-Bukhari və Muslim. İbn Ömər radiyallahu anhuma buyurur ki, Allahın Resulü sallallahu aleyhi və səlləm fitrə zəkatını hər bir müsəlmanın istər uşağı, istər yaşlısı olsun, istər azad olsun, istər kölə olsun. Hər bir müsəlman üçün bir sağ xurma və yaxud da arpa hesabı ilə çıxartdırılmasını əmr etmişdir, fərz etmişdir. Deməli, Allahın Resulü sallallahu aleyhi və səlləm fərz etmişdir ki, hər bir müsəlman üçün bir sağ, yəni 3 kiloqram müddətində, ölçüsündə ya arpadan, ya xurmadan. Arpa ən aşağısıdır, xurma yuxarısıdır. Çünki xurmanın daha bahalıları vardır. Deməli, 3 kilo ölçüsündə hər bir müsəlman üçün çıxartdırılır və bunun çıxartdırılması fərzdir. Bəli, bu hədisdə keçən hər bir müsəlman üçün, minəl muslimin, müsəlmanlardan hər biri üçün sözü elm əhli arasında müəyyən fikir ortaya gətirmişdir ki, müsəlman sayılmayanlara da mı fitrə zəkatı çıxartdırılır? Bəli, bu barədə ixtilaf vardır. İxtilafa yanaşacaq. İxtilaf bir neçə yönlüdür. 1. Əsli müsəlman olmayanlar. Bu məsələdən qabaq onu da deyək, dəyərli müsəlmanlar. Burada qeyri-müslim deyəndə nə nəzərdə tutulur? Ola bilər ki, bir insanın valideyni müşrikdir, kafirdir. Ya əsli kafirdir və yaxud da ki, əməllərinə görə küfürdür. Və yaxud da ki, bir insan var, onun övladı müsəlman deyil. Bu, övladı üçün bu fitrəni çıxardacaqmı? Baxın, bu barədə məsələnin detalları vardır. 1. Əgər birisinin fitrə zəkatı çıxardan birisinin ya valideynləri olsun, ya övladı olsun, fərq etməz. Onun üçün fitrə zəkatı çıxartmaq üçün əgər o müsəlman deyilsə, yəni başqa bir dini seçibsə, bunda şək yoxdur ki, onun üçün çıxartdırılmaz. Yox, əgər o İslamda özünü zənn edir, amma müşrikdir, yəni şirk edir, ocaqlara, pirlərə etiqad edir və övladı da ona deyib ki, ata, ana və yaxud da ki, valideyndir, övladına deyir, övladım, bu şeyləri etmə, bu şirkdir, bu səni dindən çıxardar. Bu ayələr, bu hədislər yenə də öz fikrinə davam edirsə, niyə bu detalları deyirəm? Yəni, hüccət ondan qalxıbsa, o zaman o da müşrikdir, onun üçün də fitrə zəkatı çıxartdırmaq vacib deyil. Yəni, burada vacib deyil sözü mühümdür. Yəni, bir var çıxartmaq olmaz, bir də var çıxartmaq vacib deyil. Burada vacib deyil. Yəni, bir insanın
anası ya atası müşrik və müşrikədirsə, övlad əgər onun da adından fitrə zəkatı çıxartsa, bunun qəbahəti yoxdur. Günah iş görməmişdir. Zaten yoxsul müsəlmanı sevindirəcək. Sadəcə olaraq ona vacib olmur. Çünki müsəlmansındır bu. Müsəlman olmayana vacib deyil. Amma əgər burada bir ailədə namaz qılıb qılmamaq məsələsi varsa, yəni namaz qılmır, onun üçün fitrə zəkatı çıxardın mı? Bəli, bu məsələ ixtilafdır. Yəni bu məsələ eyni namaz qılmayan müsəlmandır, yoxsa müsəlman deyil məsələsi ilə ölçüləcək. Əgər həmən şəxs namaz qılmayanı müsəlman görürsə, yəni ki, cümhur elm əhlinin rəyi də budur, yəni 3 imam bunu dəstəkləyir, yəni əgər namaz qılmır, amma namazı vacib olduğunu bilir və dəstəkləyir və deyir, bəli, gərək müsəlman namaz qılsın, o zaman o müsəlmandır, bəli, onun üçün çıxartdırmaq vacib olur. Yox, əgər bir insan İmam Əhmədin rəyindədir, yəni müasir şeyxlərdən Şeyx İbn Baz, Şeyx Hüseymin, Şeyx Fövzan və İbn Teymiyyə, İbnül Qeyyum bu imamların rəyindədirsə ki, o müsəlman deyil, namaz qılmayan müsəlman deyil, o zaman həmən namaz qılmayan üçün fitrə zəkatını çıxartmayacaq. Çünki onu müsəlman görmür. Amma onu da deyək ki, ümmətin cümhur elm əhli onu müsəlman görür. Ona görə də burada ehtiyatı əldən vermək olmaz. Yaxşı olar ki, çıxartsın. Çünki nəyə görə? Çünki çıxartsa buna görə günaha düşmür. Əgər o kafir sayılsa belə, konkret kafir olsa belə, heç ona görə günaha düşmür. Çünki fitrə zəkatını çıxartmaq müsəlman üçündür. Müsəlman olmayan birisi üçün də ailə üzvündən çıxartsan, ona görə günaha düşmürsən. Sadəcə olaraq sənə vacib deyil. Deməli, o zaman çıxartman daha etibarlıdır ki, burada şübhədən qaçmış olursan. Deməli, məsələni yuvarlaq etsək, bir insan, bir ailədə əgər müsəlman olmayan birisi varsa, yəni konkret ya müşrikdir, ya kafirdir. Məsələn üçün, ocaqlara, pirlərə etiqad edəndir. Ya valideyndir, ya övladdır, fərq etməz. O zaman onun üçün çıxartmırsan. Yox, əgər namaz qılmırsa, o zaman burada ixtilaf var. İxtilaf, yəni cümhur deyir, çıxartmalısan, İmam Əhməd deyir, çıxartmazsan. İndi burada seçim həmən şəxsin üzərinə düşür. Və təkrar bir dəfə də deyirəm, birisi çıxartsa əgər qeyri-müslimsin, ona görə əsla günah qazanmır, əksinə daha çox yoxsulu sevinməsinə səbəb olur. Vəl-ilmu indallahi Teala və axiru da'vana enilhamdülillahi rabbil alemin və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.